Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu ala Rasulina Muhammedin və ala alihi və sahbihi əcma'in əmmə ba'd. Deməli, İmam Əhməd rahimehullah növbəti qaydada qeyd edir ki, usul-i sünnətə indənə, yəni sünnənin, əqidənin əsaslarından birisi bizdə budur ki, وَتَرْكُ الْجُلُوسِ مَعَ أَصْحَابِ الْأَهْوَى. Yəni, hava əhli ilə, yəni bidət əhli ilə oturub durmağı tərk etmək. Yəni, bidət əhli ilə oturub durmağı, bidət əhli ilə dostluq etməyi və bidət əhlinin məclislərini tərk etmək əhl-i sünnənin əsaslarındandır. İmam Əhməd zikr edir. Və deyir ki, Əshab-ül əhva, bidət əhlinə deyir ki, hava əhli. Və sələflər bidət əhlinə belə deyirdilər. Bidət əhlinə deyirdilər ki, hava əhli. Səbəb, onların Quran və sünnəyə tabi olmalarından daha çox öz nəfslərinə tabi olmaları idi. Bidət əhlinin əlamətlərindən birisi budur. Onlar Quran və sünnəyə tabiçilikdən daha çox öz nəfslərinə tabidirlər. Ona görə onlara deyilib ki, hava əhli, öz nəfslərinin əhli. Və ümumiyyətlə, bidət əhli kimlərdir? Kimlərə bidət əhli deyilir? O kəslər ki, sünnədən ayrılıb və bidət üzərində Allaha ibadət edirlər. Və onların əsilləri, əsasları sünnəyə müxalifdir. Bu kəslər bidət əhli adlanır. Yoxsa o kəs ki, əsilləri sünnə üzərindədirsə, bir və ya bir neçə məsələdə sünnəyə müxalif olurlarsa, onlar bidət əhli sayılmır. Deyilir ki, onlar sünnət əhlidir, lakin müəyyən məsələlərdə xəta ediblər. Bu nəyə oxşuyur? Elə bil ki, bir insan daima adilliyi ilə hökm verir və adil olaraq tanınır və bir və ya bir neçə məsələdə zülm edir. O bir və bir neçə məsələdə zülm etdiyinə görə ona zalim deyilir, deyilmir. Və ya tam əksinə, bir insan adildir, zalimdir, bir-iki məsələdə adilliyi ilə hökm versə, ona deyilməz ki, o insan adildir. Aydındır. Yəni, hökm verilir əslə görə. İnsan hansı əsaslar üzərindədirsə, əgər bir insan daima adillik üzərindədirsə, bununla tanınırsa, o insan adil sayılır. Hətta bir neçə məsələdə zülm etsə belə və ya tam əksinə. Bidətçilər də belədir. Və həmçinin bidət əhlinin bəzi əlamətləri var və təbii ki, mövzu uzundur, geniş mövzudur, çox uzatmaq istəmirəm. O əlamətlərdən ikisini qeyd etmək istəyirəm. Məsələn, o əlamətlərdən biri bidət əhlinin dində quluv etməsi. Bu bidət əhlinin əlamətlərindən. Və Allah Azza və Cəllə kitab əhlinə xitabən deyir ki, Lə təğlu fi dinikum. Öz dinimizdə həddi aşmayın. Yəni, dində quluv etməyin. Elə bunun səbəbi ilə, yəni dində həddi aşmaq səbəbi ilə bidət əhli dində bidətlər çıxardılar. Yəni, dində bidətlərin ortaya çıxmasının əsas səbəbi dində quluv etmək olur. Ümumiyyətlə, bütün şəri məsələlərdə baxırsan ki, bidət əhli ya o məsələdə təfrid edib, ya da ifrad edib. Yəni, azmanın iki yolu var. Onlardan birincisi təfriddir, biri də ifrad. Təfrid, yəni o məsələyə qarşı səhlənkar yanaşmaq. İfrad isə o məsələdə həddi aşmaq.
bütün şəhər məsələlərdə bidət əhli belə olur. Xüsusən də həddi aşanlar. Və İslam digər dinlər içərisində vasat, yəni orta din olduğu kimi Əhlüsünnə vəl Cəmaada bütün məsələlərdə, bütün firqələr içərisində vasat orta yoldadır. Misal üçün, məsələn götürək qədər məsələsini. Bir tayfa gəldi, Mu'təzilə, qədərlər, qədər barədə təfrid etdilər. Qədər məsələsinə səhlənkar yanaşdılar. Və bu səbəb oldu ki, onlar qədəri inkar etdilər. Onların müqabilində başqa bir qrup gəldi, cəbrilər, qədər məsələsindəğuluv etdilər, həddi aşdılar, o dərəcədə ki, hətta insanın iradəsini inkar etdilər. Və baxırsan ki, bidət əhli belə olur. Bir firqə çıxıb, onun müqabilində başqa bir firqə əmələ gəlir. Əhlüsünnə isə ortadır. Həm qədəri isbat edir, həm də insanın iradəsini. Məsələn, Allahın ad və sifətləri məsələsində bir firqə gəldi, Allahın ad və sifətlərini inkar etdi. Mu'təzilə, cəhmilər və s. Başqa bir firqə gəldi, bu məsələdə xuluv etdi. Allahın ad və sifətlərini isbat etdilər və lakin təşbih üzərində. Dedilər, Allahın əli var mənim əlim kimi. Allah ərşinin fövqündədir, mən nəyinsə üzərindəyəm onun kimi. Yəni, Allahın ad və sifətlərini təcsim və təşbih üzərində isbat etdilər. Təşbih, yəni xaliqi məxluqa və məxluqu xaliqə bənzətmə, təcsim isə yəni Allahı cisimləşdirmə. Əhlüsünnə isə bu məsələdə ortaya oturdu. Nə Allahın ad və sifətlərini inkar etmədi, əksinə, Allah öz kitabında və Rasulü sünnədə Rəbbini necə vəsf edibsə, o cürdə vəsf etdilər, bənzətmədən, keyfiyyət vermədən. Və başqa məsələ, məsələn, Əhl-i Beyt və ya mövzusunda bir qrup gəldi, Navasiblər. Tarixdə Şamda bir firqə olub. Əhl-i Beytə qarşı düşmənçilik etdilər. Yəni, Əhl-i Beyt mövzusunda təfridə var. Yəni, Əhl-i Beyt mövzusuna qarşı səhlənkar yanaşdılar. Bunların müqabilində başqa bir tayfa çıxdı, bu mövzudağuluv etdi və dedilər ki, onlar məsumdurlar. Əhl-i-Sünnə isə tam orta. Məsələn, Əhl-i Beytə sevgini sahabələrə sevgi kimi imandan görürlər. Lakin nə sahabələr barədə, nə də Əhl-i Beyt barədə hədd aşmır. Deyirlər ki, tilkə ümmətun qad xalət, ləhə mə kəsəbət və ləkum mə kəsəbtum və lə tüsəlun əmmə kanu yəfəlun. Necə ki, Allah Azza və Cəllə öz kitabında buyurur. Onlar bir ümmət idilər, gəldilər və getdilər. Onların etdikləri özlərinə sinkilər qəssər. Siz onlardan cavab verin. Cavabdeh deyilsiniz. Və etiqad edirik ki, onlar adil olublar, məsələn, sahabələr, lakin məsum olmayıblar. Və bu, onlar barədə adilliklə hökm verməkdir. Bunlar misallardır və bu misalları çox uzatmaq olar. Xülasə demək istədiyim budur ki, bidət əhli bütün şəhəri məsələlərdə ya məsələyə qarşı səhlənkar yanaşıblar, bu yoluna azıblar, ya da ki, xuluv edirlər və xüsusən də dində xuluv etmə bidət əhlinin əlaməti olur. Və ikinci olaraq, bidət əhlinin əlamətlərindən, və bu da çox önəmlidir, və bu da bidət əhlinin o əsas əlamətlərindən sayılır. O da bidətçilərin daima mütəşabih olan dəlillərdən tutunmaları. Dində dəlillər iki növdür. Var mühkəm dəlillər, istər Qur'anda, istər sünnədə. Mühkəm olan dəlillər. Bir də var mütəşabih olan dəlillər. Necə ki, Allah Azza və Cəllə Əl-İmran surəsi 7-ci ayda buyurur ki, Huvəl-ləzi ənzələ aleykəl kitab, o Allah hansı ki, sənə bu kitabı nazil edib, minhu əyətun muhkəmət. O kitabın bəzi ayələri mühkəmdir. Hunnə ummul kitab. Və bu ayələr kitabın anasıdır, yəni əsasıdır. Yəni, Qur'anın əslini, əsasını təşkil edən ayələr möhkəm ayələrdir. Və uxaru mütəşabihət. Digər ayələr isə mütəşabihdir. Qəliblərində zeyğ, yəni əyrilik, xəstəlik olanlar nə edirlər? Həmin o mütəşabih ayələri izləyirlər. O mütəşabih ayələrdən tutunurlar. Bu bidət əhlinin vəsfidir. Yəni Allah Azza və Cəllə özü öz kitabında bəyan edir ki,
Qur'anın bütün ayələri eyni deyil. Kitabın əslini, əsasını təşkil edən, kitabın anası sayılan möhkəm ayələr var, bir də mütəşabih ayələr var. Və hədislər də belədir. Əhl-i sünnədə qayda nədir? Əhl-i sünnə həmin mütəşabih ayələri başa düşmək üçün o mütəşabih ayələri, o mütəşabih hədisləri, yəni mütəşabih olan dəlilləri qaytarır möhkəm olan dəlillərə. Və mütəşabihi möhkəm dəlillərin işığında anlayır. Yoxsa mütəşabih olan dəlillərdən tutunmur. Bidət əhli isə tam əksinə. Məsələn, adi bir misal deyim. Peyğəmbər sallallahu aleyhi və səlləmdən bəlkə də ondan çox sənədlə varid olan səhih hədisdir ki, Allah Rasulü qəbirlər üzərində nə isə tikməyi, qəbirləri ucaltmağı, qəbirləri ibadətgah etməyi qadağan edib. Və bildirib ki, elə buna görə bizdən qabaqki ümmətlər lənətlənir. Yəni, bu açıq aşkardır. Sünnədə. İndi bizim sünnəni qəbul etməyənlərlə işimiz yoxdur. Tutaq ki, Qur'anilərlə və ya səhih sünnəni qəbul etməyən rafizlərlə, bunlarla işimiz yoxdur. Biz ən azından o bidətçilər barədə danışırıq ki, hələlik, misal olaraq, o bidətçilər ən azı dildə də olsa, Səhih Buxari, Müslim, Abu Davud, Tirmizi, Nəsai, İbn Məcə və s. və ilaxır. Hədis kitablarını qəbul edirlər. Məsələn, sufilər kimi. Təsəvvür edin, onlardan bir bidətçi gəlir, bu qədər açıq, aydın, sarih olan səhih hədisləri qoyur bir kənara, yəni təsəvvür et, Allah Rasulü gəlir, deyir ki, sənə qəbirlər üzərində nə isə tikmək olmaz. Yəni, burada başa düşülməyən nə isə var. Buna deyirlər möhkəm dəlil. Və Allah Rasulü deyir ki, əhl-i kitab bizdən qabaqki ümmətdə Yahudi və Nəsranilər lənətləndi. Lənətlənmə səbəblərindən birisi olaraq zikr edir ki, içlərində bir nəbi, bir salih insan öldü mü, həmən qəbrini ucaldarlar, üstünə nə isə tikərlər, məscid, türbə və s. Yəni, burada qaranlıq nə isə var, açıq aydın, səhihdir və sarihdir. Yəni, dəlil ola bilsin ki, sarih olsun, açıq aydın, amma səhih olmasın. Və ya səhih olsun, sarih olmasın. Həm səhihdir, həm də sarih. Möhkəm dəlildir. Bunu qoyur bir kənara, gəlir nə deyir? Və ya hansı dəlillə, dəlil deməyək, hansı şübhə ilə gəlir? Deyir ki, Allah Subhanahu və Teala Quran-ı Kərimdə Kəhf surəsində Əshab-ı Kəhfin qissəsini bizə nəql edəndə, orada deyir ki, onlar və o iki dəstədən birisi onların qəbirləri üzərində məscid tikdilər. Yəni, mütəşabih dəlildən yapışır. Bu niyə mütəşabihdir? Birincisi, orada mübahisə edənlər iki dəstə idi. Allah Quranda buyurur. O dəstədən biri mömin idi, biri kafir. Və lakin o iki dəstədən hansı onların qəbirləri üzərində o məscidi tikdilər, o deyilmir. Hətta bəzi müfassirlər, məsələn, hədis, daha doğrusu təfsir əhlinin imamı, İmam Tabari, bu rəydədir ki, təfsirində də gətirir və isbatını da edir dəlillərlə, əsərlərlə və sar və ilaxır. Deyir ki, onların qəbirləri üzərində məscid tikənlər kafirlər idi. Və sən kafirin əməlini dəlil gətirirsən. Yəni, ən azından hətta sən bu təfsiri qəbul etməsən belə, o bidətçi, ən azından Qur'anda bu zikr olunmuyor. Qur'an iki dəstədən danışır, biri mömin, biri kafir. Amma onlardan hansı onların üzərində məscid tikdi, onu qeyd ediləm. Yəni, sən bilmirsən, məscidi tikən kafirlərdir ya da möminlər. Mütəşabihdir, yoxsa möhkəm? Mütəşabih. Bu bir yöndən. İndi ikinci yöndən. Həmin qəbirlər mağaranın içində idi, çölündə. İçində. Və məlumdur ki, məscidi tikən mağaranın içində tikməmişdi. Dağın üzərində tikmişdi. Bu da ayrı bir tərəfdən nədir? Başqa bir məsələ. Və ya
ümumiyyətlə Allah Azza və Cəllə o ayədə qəbirlər üzərində, laf belə fərz edək ki, heç dağın üzərində deyil. Belə fərz edək ki, qəbirlər üzərində. Məsələn, Allah-u Teala həmin ayədə bizə əmr edir və ya bizə məsləhət görür, tövsiyə edir ki, qəbirlər üzərində məscid deyik, yoxsa olmuş bir hadisəni bizə nəql edir. Yəni, Əshab-ı Kəhfin hadisəsini, qissəsini nəql edəndə bu qissə ilə bitirir. Onsuz da bu Qur'anda varid olmasaydı, yəni biz bu ayə ilə bildik ki, bizdən əvvəlkilərdə belə adət var idi. Bir salih öləndə qəbri üstünə nəsə tikirdilər. Belə fərz edək ki, bu ayə yoxdur Qur'anda. Onsuz da biz bunu bilirik də sünnə ilə. Bayaq qeyd etdiyim hədis. Allah Rasulü buyurur ki, sizdən əvvəlkilər üstlərində bir peyğəmbər, bir salih öləndə qəbri üstünə məscid tikərlər. Allah Rasulü bizdən əvvəlki ümmətlərin bu halını bizə deyəndə, yəni tövsiyə elədi, yox, onların bu halını bizə bəyan elədi və sonra çəkindirdi. Həmçinin bu ayədə, yəni hansı tərəfdən baxırsansa bax, ayə mütəşabihdir. Düzdür? Fikir ver, sarih, sahih, möhkəm olan dəlilləri atıblar bir kənara, nədən tutunublar? Mütəşabih olan dəlildən. Bax, bu bidət əhlinin vəsfidir. Aydın oldu? Və həmçinin İmam Əhməd rahiməhullah deyəndə ki, yəni bidət əhli ilə oturub durmağı tərk etmək, bidət əhlinin məclislərini tərk etmək, bidət əhli ilə dostluğu tərk etmək əhl-i sünnənin əsaslarındandır. Şək yoxdur ki, bu əsas, yəni İmam Əhmədin gətirdiyi bu əsas Qur'an və sünnəyə dayanır. Allah Teala Nisə surəsində bir ayədə buyurur ki, o zaman ki kafirlər və ya münafiqlər Allahın ayələrini inkar edərlərsə və Allahın ayələri ilə istihza etməyə başlayarlarsa, onlar başqa söhbətə keçməyincə onlarla oturma. فَلَا تَقْعُدُوا مَعَهُمْ حَتَّى يَخُوضُوا فِي حَدِيثٍ غَيْرِ. Onlar başqa bir söhbətə keçməyincə onlarla oturma. Yəni bu qaydanın əsli Qur'ana dayanır. Yaxşı, birdən otursaq necə? Və ya niyə oturmayaq? İlləti səbəbi nədir? Ayənin davamına bax. İnnekum izən misləhum. Əks halda siz də onlar kimi olarsınız. Yəni Allah Subhanahu wa Ta'ala bu cür dinlə istihza edən, küfür danışan adamlarla onlar başqa söhbətə keçməyincə oturmağı nəhy edir. Və deyir ki, əgər buna əməl etməsəz, onlarla oturub dursaz, o zaman siz də onlar kimi olarsınız. Və alimlər deyirlər ki, baxma ki, bu ayə və ya ayədə gələn bu qadağan, bu nəhy kafirlər və münafiqlər barəsində olsa da, yəni onlar barədə xas nasil olsa da ayənin hükmü ümumidir. Və hər bidətçi də bu ayənin hökmünə girir. Və həmçinin bu qaydanın dəlillərindən birisi də Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisidir. Allah Rasulü buyurur ki, Dəccalın olduğu yerdən uzaq durun. Və eşitsəz ki, Dəccal çıxıb, o yerdən uzaq durun. Baxma ki, bu hədis, yəni xas Dəccal barədə varid olsa da, Dəccalın vəsfini daşıyan hər kəsə aiddir. O cümlədən də bidətçilər. Ona görə hədis əhli, hədisləri rəvayət edən o ravilərin tərcümə halından bəhs edən rical kitablarına baxanda, görürsən ki, rical alimləri, bidətçiləri, xüsusən də bidətçilərin başlarını, imamlarını, bidətçilərin dəvətçilərini Dəccal adlandırırdılar. Cərh edəndə onları. Gəlib soruşanda ki, filan kəs barədə nə deyirsən? Deyir ki, o Küfənin Dəccalıdır. O Şamın Dəccalıdır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Dəccalın olduğu yerdən uzaq durun. Yəni fitnənin, fəsadın olduğu yerdən uzaq durun. Və həmçinin başqa hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Abu Davudun rəvat elədiyi
Həsən hədisli. El-mer'u ala din halili. Kişi öz dostunun dinindədir. Kişi öz dostunun dinindədir. Fəlyanzuru ahadukum men yukhali. Və sizdən hər kəs kiminlə dostluq etdiyinə mütləq baxsın. Diqqət yetirsin. Və həmçinin Abdullah ibn Məsud radiyallahu anhu deyir ki, insanları dostlarına görə tanıyır. Çünki insan sevdiyindən başqası ilə dostluq eləməz. İnsan sevdiyindən başqası ilə dostluq eləməz, ona görə də insanları dostları ilə tanıyır. Və biz sələfdən bizə nəql olunmuş bu əsərlərə, bu dəlillərə baxanda görürük ki, sələflər nəinki bidət əhli ilə dostluq etmək, onlarla oturub durmaq, onlarla yaxınlıq etmək və s. bunu qınıyıblar. Bunu əhl-i sünnənin usuluna müxalif görürlər. Nəinki bu? Hətta o kəslər ki, bidət əhli ilə oturub durub, onlar qınanıb. Özünü əhl-i sünnəyə nisbət etdiyi halda. Və bu barədə bir məqalə yazmışdım Nisa bundan qabaq. Və həmin əsərlərdən bəzilərini nəql edəcəm. Məsələn, Fudal İbn İyad rahiməhullah deyir ki, bidət əhli ilə oturub durandan uzaq durur. Kim bidət əhlini sevsə, Allah onun qəlbindən İslamın nurunu söküb çıxardar. Və kim bidət əhlinə köməklik edərsə, deməli o İslamın yıxılmasına köməklik etmiş olur. Həmçinin bir gün İmam Abdurrahman Əl-Avzai rahiməhullaha deyirlər ki, bir nəfər var, o deyir ki, mən həm əhl-i sünnə ilə oturub dururam, əhl-i sünnə ilə bir yerdəyəm, əhl-i sünnə mənim dostlarımdır, həm də bidət əhli ilə. Yəni, belə bir adam var. Onun barədə nə deyirsən? İmam Avzai rahiməllah deyir ki, o insan deyəsən haqq ilə batili eyniləşdirmək istəyir. Yəni, o insan bu iddiadadır ki, haqq ilə batil eynidir. Yəni, haqq ilə batil arasında heç bir fərq yox. Və İbn Battah rahiməhullah bu əsəri, İmam Avzai'dən rəvayət olunan bu əsəri Kitab-ül İbanədə, onun iki kitab var, İbanətul Suğra və İbanətul Kubra. İbanətul Kubra'da, böyük İbanədə nəql edəndən sonra İmam Avzai'nin bu sözünə dəstək olaraq bu ayəni dəlil gətirir. İbn Battah. Yəni deyir ki, İmam Avzai'nin bu sözü Quran və sünnədən götürülmüş bir sözdür. Və bu ayəni imamın sözünə dəstək olaraq zikr edir. Hansı ayədir? Bəqərə surəsi 14-cü ayə. Allah subhanahu wa ta'ala buyurur ki, onlar, yəni münafiqlər, möminlərlə rastlaşdıqda biz iman gətirdik deyərlər. Öz şeytanları, yəni azmış dostları ilə baş-başa qaldıqda isə deyərlər ki, biz sizinləyik. Yəni elə bil ki, imanla küfrü birləşdirirlər. İbn Battah rahiməhullah deyir ki, bu ayə Avzai'nin dediyi o sözün dəlilidir. Həmçinin Süfyan Əs-Savri rahiməhullah sələfin imamlarından bir gün Bəsrə şəhərinə gələndə Rabi İbni Subey adlı birisi barədə eşidir və başlayır onun barədə fikirləşməyə. Çünki görür ki, insanlar ona müraciət edir. Və Bəsrə cəmaatına Rabi İbn Subeyhin halı barədə sual verir. Soruşur ki, onun məzhəbi nədir? Suala fikir verir. Soruşur ki, Rabi İbn Subeyhin məzhəbi nədir? İmam Əs-Savriyə deyirlər ki, onun məzhəbi sünnə üzərindədir. İmam Əs-Savri buna kifayətlənmir. Deyir ki, bəs kimlərlə oturub durur?
daima oturub durduqları, daima dostluq etdikləri kimlərdir? Deyirlər ki, qədərlər. Deyir, elə o da qədərlərdəndir. Yəni, fikir verin, sələflər insanı necə tanıyırdılar? İnsana necə dəyər verirdilər? Oturub durduqlarına görə. Və yenə də bu İmam Əs-Savrdən rəvayət olunan bu əsəri İbn Battah Kitabul İbanətul Kubrada rəvayət edəndən sonra bu dəfə İmam Əs-Savrinin sözünə dəstək olaraq bu ayəni zikr edir. Əli İmran surəsi 118-ci ayə. Allah Subhanahu wa Ta'ala buyurur ki, ey iman edənlər, sizdən olmayanları özlərinizə dost tutmayın. Ayə fikir verin. İbn Battah bu dəfə bu ayəni İmam Əs-Savrinin sözünə dəstək olaraq zikr edir. Allah Azze ve Celle buyurur ki, sizdən olmayanları özünüzə dost tutmayın. Onlar sizə qarşı fəsad törətməkdən heç vaxt əl çəkməzlər. Və əksinə, daima sizin sıxıntıya düşmənizi güdərlər. Bunu istəyərlər, buna sevilərlər. Ona görə sizdən olmayanları özünüzə dost tutmayın. Həmçinin Muhammed İbn Səhil Əl-Buxari deyir ki, sələfin imamlarından Əl-Fəryabinin yanında idi. İmam Əl-Fəryabi. Və o bidət əhli barədə başladı danışmağa və onun məclisində olanlardan birisi dedi ki, ya Fəryabi, ya imam, bəlkə bidət əhli barədə danışmağı saxlayasan, bizi Allah Rasulundan sənə nəql olunmuş hədislərdən birini bizə nəql edəsən. İmam Fəryabi rahmehullah qəzəblənərək qızıl hərflərlə yazılası bu sözü deyir. Deyir ki, mənim bidət əhli barədə danışmağım mənə görə 60 il nafilə ibadətdən daha sevimlidir. Fikir verin. Və Abdullah ibn Mübarək rahimehullah deyir ki, həmçinin bu İmam Abdurrahman Əl-Avzaidən də nəql olub, deyir ki, o kəs ki, öz bidətini bizdən gizlədəcək, o heç vaxt öz ətrafını bizdən gizlədə bilməyəcək. Çünki elə olub ki, tarixdə bəzi bidətçilər olub, onlar xüsusən də əhl-i sünnənin güclü olduğu, üstün olduğu yerlərdə özlərini gizlədiblər, öz bidətlərini. Hətta gizlin, o saman altı, öz təbliğatlarını apara bilsinlər deyə. Ona görə sələflər baxırdılar onların oturub durduqlarına və deyirdilər ki, o kəs ki, bidət olan əqidəsini bizdən gizlədəcək, o heç vaxt öz ətrafını bizdən gizlədə bilməyəcək. Və həmçinin, yəni, bütün bu nəql olunan əsərlər və təbii ki, yəni, bu cür əsərlər sələfdən sayılmayacaq qədər çoxdur. Və bütün bunlar nəyin dəlilidir? İmam Əhməd rahimehullahın zikr etdiyi bu qaydanın. Yəni, əslində bayaqları adlarını çəkdiyim imamlar bir çoxsu İmam Əhmədin zamanında yaşayan imamlardır. Həmçinin İmam Əhmədin də bu sözü, yəni bu əsərlərdən birisi. Aydındır? Yəni bu məsələ elə bir aktual məsələdir ki, və bütün əsrlər boyunca belə olub, İmam Əhməd rahimehullah bunu, yəni bidət əhlini, hava əhlini, onlarla dostluğu və onların məclisini tərk etməyi deyir ki, bu əhl-i sünnənin əqidə əsaslarından, qaydalarından birisidir. Və doğrusunu Allah bilir. Və sallallahu ala Muhammed və ala alihi və sahbihi və səlləm.